Və belə bir deyim var, belə bir gözəl şeirimiz var. Sinəmizdə şərik olub bu dağlara baş sarı tel. Həzin-həzin nəğmə deyir bulaqlara baş sarı tel. Gah çılğındır, gah ürkəkdir, təmiz vicdan, saf ürəkdir. Süfrələrdə duz çörəkdir, qonaqlara baş sarı tel. Görək bugünkü qonağımız bizi o duz çörəkdən, bizə o gözəl səsi ilə, gözəl musiqisi ilə bir ərmağan edə bilərmi baş sarı teli? Azər Fərmaylıoğlu'nun ifasını. Əzəldən vurğunam sədəfli sazda, orta sarı telə, baş sarı telə. Ürəyim olsaydı bir qızıl üzük, mən onu qoyardım qaş sarı telə. Hərçimin nəfəsi həşir dahaydı, talihin verdiyi əl satmaz paydı, könüllər oxşayan səsim olaydı, mən də oxuyaydım kaş sarı telə. Əcəfiyada düşür o oxunanda, namərd caynağında tənha qalanda, sımavar belində alovlananda, töküb gözlərindən yaş sarı telə. Kaş onu müseyib oxuya zildə, könül qubarlana vurduğu güldə, ey Fridin köçkün, bax bu şəkildə, qoyasan saz üstə, baş sarı telə. Təşəkkürlər Azər müəllim və buyurun baş sarı teli alaq sizdən. İskender'in kalası yaman 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 kadarlar.
ustadım. Başlar tel, havası yaman yaman aman yaman aman yaman aman kadına. Başlar tel kadına. Ceyranım kime yalvarma ceyranıma ceyranıma ceyranıma. Gel kabına Fariz Mehdiyev kanalına abunə olmağı unutmayın.